Amerika və Britaniya ingiliscəsi arasındakı fərqlərə davam etmək istədim. İstədim ki, siz də bu fərqləri aydın görə biləsiniz. Daha sonra bu heç bir problemə səbəb olmaz. Mənim var. I have got. Bu Britaniya ingiliscəsidir. Və məktəb dövründə biz daha çox I have got, you have got, he, she, it has got, we have got, you have got, they have got formasında keçmişik. Var kəlməsini ifadə eləmək üçün. Və sual verəndə də, həmin cümlələrə sual verəndə də have və ya has köməkçi feilləri cümlənin önünə gəlib. Məsələn, have you got, have they got, has she got. İnkarda isə I haven't got, they haven't got və ya she hasn't got şəklində olub cümlə forması. Hal-hazırda isə biz daha çox xüsusilə İngilis dilli kitablarda, yəni müəllifi sırf İngilis dillilər olan kitablarda have got deyil, have verilir. Məsələn, I have a car deyirlər, I have got a car yox. Və sual verəndə də o cümlənin sual formasını yaratmaq üçün indiki zamanda do və does'dan istifadə olunur. Məsələn, do you have a car və ya does he have a car və yaxud da inkarda I don't have a car və ya she doesn't have a car formasında olur. Eyni zamanda ikinci qrammatik fərq söz önlərinin istifadəsində görürük. Məsələn, Britaniya ingiliscəsində, British English'də at the weekend, Amerika ingilis dilisində on the weekend. Yəni söz önlərlə də bağlı fərqlər görə bilərik. Bu bizi çaşdırmasın. Qrammatik fərq baxımından davam etsək əgər, onda Britaniya və Amerika ingiliscəsi arasında bəzi fərqləri daha aydın görə bilərik. Xüsusilə present perfect və simple past. Britaniyalılar son zamanlar hadisələri ifadə etmək üçün tez-tez present perfect istifadə edirlər. Amerikalılar isə eyni mənadakı cümləni sadə keçmiş zamandan istifadə etməklə bunu göstərə bilirlər. Məsələn, Amerikalılar I didn't eat yet deyə bilərlər. Britaniyalılar isə I haven't eaten yet məsələn deyə bilərlər. Gördünüz, zaman fərqləri oldu, amma eyni mənanı ifadə edirlər. Təbii ki, bizə testlərdə, imtahanlarda Britaniya ingilis dilisini etmək tələb olunur. Məsələn, əks halda səhv cavab kimi götürüləcək. Bunu nəzərə almalıyıq. Yəni, Britaniya ingiliscəsinin qrammatikası bizim üçün daha önəmlidir, nəinki Amerika ingiliscəsi. Danışıq dili üçün isə böyük bir fərq olmayacaq. Yəni, kimsə bizdə böyük bir səhv tutmamalıdır. Bir də unutmadan qeyd edim ki, toplu isimlərdə fərqlər görülür. Collective nouns ingilis dilində belə səslənəcək. Amerika ingiliscəsində toplu isimlər, məsələn, team, committee, staff, onlar çox vaxt vəzifə kimi qəbul olunur və onlardan sonra gələn feil təkdə işlənir. Məsələn, the team is ready, yəni komanda hazırdır. British English, yəni Britaniya ingiliscəsində isə o cümləni biz the team is playing və yaxud da ki, the team are playing formasında da işlədə bilərik və ya görə bilərik. Çünki burada isimlər həm vahid mənada istifadə oluna bilər, vəzifə mənasında, həm də bütöv komandanı çoxluğu göstərmək üçün kontekstdən asılı olaraq dəyişə bilər. Yəni, hər iki formada istifadə oluna bilər. Biz cümlədən bara düşməliyik ki, kollektivdən mi danışılır, yoxsa ayrı-ayrı üzvlərdənmi?